Özünüz gəlmədi. Səfər Aynurə Həsən ağa qızı. Sizdə problem nədir? Məndə problem qısa belə şəkildə deyə bilərəm ki, 4 notarius dövlət tərəfindən səlahiyyət verilmiş notariuslar, 4 notariuslar atamın mənə verdiyi vəsiyyətnaməni məndən gizlədərək, mənə təqdim etməyərək xüsusi küllü miqdarda mirasımı dövlət yolu ilə, saxta sənədlərlə öz mənafeylərini güdərək oğurlayıblar. Siz bununla bağlı harasa müraciət etmişsiniz? Bəli, birinci dəfə mən vərəsəlik haqqında sənədləri götürəndə mən baxdım, gördüm ki, vərəsəlik haqqında sənədlər hamısı saxtadır. Və orada bir atamın miras qəbul ediblər avtomobilini. Avtomobilində də bir saxta bir sənəd var. Güya ki, mən Şamaxı şəhərində, Şəhriyar qəsəbəsində həmin avtomobildən imtina eləmişəm. Orada da bir saxta bir sənəd var. Lakin, deməli, vəsiyyətnamə olduğu üçün Şamaxı şəhərində vəsiyyətnamənin izi itirməkdən ötürü bizim heç bir ixtiyarımız olmadan Sumqayıt şəhərində vərəsəlik açılmasına göndəriblər bizi. Çünki Şamaxı şəhərində açılmağa mümkün olmazdı. Çünki vəsiyyətnaməni çıxardıb mənə təqdim eləməli idi notarius. Buna görə də bizi yönəldib Sumqayıta. Sumqayıtda da qeyri-qanuni vərəsəlik işi açılıb. Yəni, Sumqayıtda bizim nə qeydiyyatımız var, nə malımız, mülkümüz var, nə atamın, nə bizim. Vərəsəlik qanunlarına əsasən və deməli vərəsəlik işi qeydiyyatı və malı mülkü olan yerdə açılmalıdır. Və Sumqayıtda qeyri-qanuni vərəsəlik işi açılıb, saxta sənədlərlə. Qalan başqa, deməli, mənim atam vəsiyyətnamə, xüsusi vəsiyyətnamə əsasında mənə qoyduğu xüsusi küllü miqdarda mirasımı saxta sənədlərlə, əmlakda, bankdan pul, bütün mirasımı oğurlayıblar. Yəni, saxta sənədlərlə 4 notarius. Şamaxı notariusu Eyyubov Yaşar Nazimoğlu, Qobustan notariusu Tofiq, Seyidov Tofiq, Sumqayıt notariusları, deməli, Sumqayıtda həmin vaxt işləyən notarius Baba müəllim, indi hal-hazırda Beyləqanda notariusdur Cəsarət müəllim. Bunlar niyə Sumqayıtda qəbul edib vərəsəlik işi açıblar? Qeyri-qanuni. Bizim heç bir işim, Sumqayıta aid olan heç bir nə qeydiyyatımız, nə malımız, mülkümüz, nə atamın, nə bizim aidiyyatı yoxdur. Buna ötürü müraciət edim Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyinin ləğv eləmir. Yəni, bu saxta açılan vərəsəlik işini ləğv eləmir. Çünki ləğv olunsa, təzədən iş qayıtmalıdır, Şamaxı şəhərində açılmalıdır vərəsəlik işi. Şamaxı şəhərində də açılmalıdır. Neyi edərək ləğv eləmir Ədliyyə Nazirliyi? Məni yönəldilər ki, get bir məhkəməyə. Bu məhkəmə işidir? Xeyr. Burada dövlət məmurlarının, notariusların dövlət səviyyəsində, cənab prezidentin, dövlət başçısının səlahiyyət verdiyi notariuslardır. Bunlar dövlət adından, dövlət başçısı adından sənəd təsdiqləyir. Yəni, bu notariusların da cinayət işlərini belə deyim, cənab prezidentə məlumat verilməlidir. Çünki notariuslarının cinayət işinin onları cəzalanması birbaşa, yəni baş bizim prezident göstəriş verməlidir. Buna görə də yəni bu iş hələ ki belə qalıb. Hansı qəbullarda olmuşsunuz? Deməli, qəbulda olmuşam, baş prokurorun qəbulunda olmuşam 6 dekabrda. Ondan qabaq neçə dəfə getmişəm, məni yəni polisləri çağırıblar ki, məni oradan uzaqlaşdırsınlar. 6 dekabrda Sumqayıt şəhərində cənab Kamran Əliyevin qəbulunda oldum. Çox sağ olsun, məni qəbul elədi. Lakin məni dinləyəndə qulaq asdı mənim problemimə. Qarşısında kağız var idi. Baxdı kağıza bir neçə dəfə mənə qulaq asanda sual verdi mənə ki, xanım, sizin işiniz mülki iş deyil. Mən başa düşdüm ki, səhv məlumat veriblər. Dedim, xeyr, cənab baş prokuror, sizə səhv məlumat veriblər. Mənim vəsiyyətnaməmi gizlədiblər, notariuslar vəsiyyətnaməni gizlədər, qeyri-qanuni Sumqayıt şəhərində vərəsəlik işi açılıb və xüsusi küllü miqdarda mirasımı oğurlayıblar. Yəni, bu da o deməkdir ki, atamın da ölməmişdən qabaq atamın oğlu olmadığını yəni dəqiqləşdirdiyi oğlanın adına keçirdiblər. Aha, deməli sizin ananızın başqa bir izdivacdan ya əlaqədən Xeyr, izdivac olmayıb. Elə atamla ailə qurub, atam da bilməyib, sonra yəni məlum olub, atanız bunu bilirdi artıq ki, o uşaq ölməmişdən qabaq bəli, bilib, elə müəmmalı ölümü də olub atamın. Atamın müəmmalı ölümü olub. Yəni
bu qədər cinayət işində müraciət edirəm. Bir də mümkünsə xanım, siz orada göstərərdi, sizin qollarınızın saxtalaşdırılması var orada. Bəli, bəli. Bəli, 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 saxta sənədlərdir. Və bunu da ekspertizə sübut edib ki, sizin Bəli, bəli, Sumqayıt prokurorluğu sübut edib ki, bunlar hamısı saxtadır. Buradakı imza çəkənlər də bilinmir kimlərin imzasıdır. Yəni bunlar da bir-birini tanımır. Kim ki kimə etibarnamə verib, nə sənədləridir. Yəni ki belə bu sənəddə. bəli, budur. Bu sənəddə baxın, güya ki anamın imzasıdır. Güya ki anam etibarnamə verib. Amma sizin halda ki, ananızın imzası bu deyil, elə? Xeyr, bir də anamın imzası budur. Yəni, əsas imza budur, amma bu... Bəli. Heç oxşatmayıblar. İndi mən sizə mənim öz imzamı da göstərəcəm. Yəni bu cinayət işini Sumqayıt da yarımçıq qoyub. Baxın, bu da güya ki mən Tamamı gedib. Şamaxıda Şəhriyar qəsəbəsində həmin avtomobildən imtina eləmişəm. Heç mən Şəhriyar qəsəbəsini tanımıram. Yəni bu da mənim imzam deyil. Bax, belə bir saxta sənədlərlə Sumqayıt prokurorluğu nə deyir bu məsələyə bağlı? Sumqayıt prokurorluğu indi deyirlər ixtiyarı var məhkəməyə. Niyə məni məhkəməyə yönəldilər? Mən kimi verim məhkəməyə? Mənim bütün dövlət adından, notariuslar saxta sənəd dövlət adından uğurlandı məni. Dövlətimi verim məhkəməyə. Ayıb deyil, bəs mən vətəndaşam, mən dövlətimi məhkəməyə vermək istəmirəm. Mən cənab prezidentdən yəni xahiş edirəm. Yəni bu məmurlar özbaşınalığından barədə məlumatları neçə dəfə çıxış edərək müraciət etmişdi vətəndaşlar ki, mənə müraciət edin. Müraciət edirəm. Amma mənim müraciətlərimin heç biri cənab prezidentə çatmır. Hətta Ədliyyə Nazirinin qəbuluna yazılmağa getdim. Xahiş elədim nazirin qəbuluna yazsınlar məni, Fərid Əhmədovun qəbuluna yazsınlar. Orada deməli qəbul şöbəsinin rəisi Kamal Hüseynov yazmadı qəbula. Dedi, yox, bir neçə dənə qəbullarda olmalısan. Bəli, orada şöbə rəislərinin qəbulunda olduğum. Nə qədər deyirəm, yazmır. Yaxınlaşıram, müraciət edirəm, yazmır məni qəbula. Və məcbur qalıb cənab prezidentə telegram vurdum ki, xahiş edirəm cənab Ədliyyə Naziri, cənab Fərid Əhmədovun qəbuluna girməyə göstəriş verməyinizi xahiş edirəm. Həmin telegramdan yaxınlaşdım mən. Bir aydan sonra xəbər çıxmadı. Yaxınlaşdım yenə Ədliyyə Nazirliyinə, Kamal Hüseynova yaxınlaşdım ki, bəs mən sizə müraciət edirəm, telegram vurmuşam, siz məni niyə cənab Nazirin qəbuluna yazmırsınız? Baxdı belə telegrama, oxudu. Mən cənab prezidentə ünvanladığım telegramı ki, göstəriş versin cənab nazirin qəbuluna girməyə. Oxudu telegramı, tulladı mənim üstümə. Dedi, bu kağızdan bizə gündə 100 dənəsi gəlir. Və məni qəbula yazmaqdan imtina elədi. Qayıtdım yenə, mən bir telegram vurdum. Yenə cənab prezidentimizə telegram vurdum ki, bəs cənab prezident, mən sizə müraciət eləmişdim, xahiş eləmişdim. Sizin telegramınızı Ədliyyə Nazirinə yaxınlaşdım, bir aydan sonra icra etmirlər və sizin telegramınızı təqdim edəndə telegramı üstümə tulladılar ki, bundan gündə bizə 100 dənəsi gəlir. Dəfələrlə Ədliyyə Nazirliyinə yaxınlaşıram, yəni məndən ötürü ora polislər çağırırlar ki, yaxın durma bura, yazmırıq sənə qəbula. Ged məhkəməyə ver. Niyə mən məhkəməyə verməliyəm? Kimi verim məhkəməyə? Mənə deyən var, kimi verim məhkəməyə? Notariusları verir məhkəməyə. Bəli, 4 dənə notariusdur, dövlət orqanlarıdır, dövlət məmurlarıdır. Bəli, buradan mən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağibə müraciət edirəm. Hörmətli Əli müəllim, sizdən çox-çox artıq dərəcədə bir Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş edirəm. Dövlət məmurlarının, notariuslarının, yəni dövlət səviyyəsində, mütəşəkkil qrup şəklində, dövlət səviyyəsində, dövlət qanunlarını pozaraq, öz qanunları ilə mənim xüsusi küllü miqdarda, vəsiyyətnaməmi gizlədərək, xüsusi küllü miqdarda mirasımın oğurlanması barəsində xahiş edən bir tədbir görəsiniz. Və bu barədə cənab prezidentə məlumat verməyinizi də xahiş edirəm. Bir Azərbaycan Respublikasının vətəndaşı kimi.